Aldıqlarımızı birinci paylaşaq. Məhsulu göstərək. Ay. Deməli, belə bizim çəkməsəndə də çək qəşəng. Çəkimizə baxırıq, yenirik. Çəkim aldı, çəkim. Aral qoyaq. Çox qəşəngdir. Günlük işlətmək üçündür. Qiyməti 10 manat 85 qəpik. Belə bir saxlama qabı aldıq. Bu 5 manat 95 qəpik olmalı idi. Üçlü saxlama qabı çox qəşəngdir. Bunu aldıq. Ay Allah, bu nə balacadır? 1.5 litrdir. Balacadır, amma qəşəngdir, ağırdır. Rastiyanın. Bu 13 manata. Sonra bir də tost aparatı götürdük, bir dönərlik. Bu endirimdə idi. 18 manat 80 qəpiyə bu endirimdə idi. Orduba supermarketdə. Adresi burada bir yerləşdirəcəm. Bu yandırmaz, yapışmaz materialdır. Belə bir çörəklik. Qəşəngdir. Bir də 6 nəfərlik boşqab dəsti aldıq. Əslində tək-tək satılırdı, amma biz onu dəst olaraq belə bir naxışda. Bunu keçən dəfədən bəyənmişdim. O qədər qəşəngdir. Bu böyük buluddur. Bu. Arxasında qiyməti olmalıdır. Buradan yaxınlaşdır bir mənə. Qiyməti 6.65. Bu böyük bulududur. Bu balacası. Çox balaca deyil. Yox, o yox Aminə. Orada balalar da var. Ay, sağ ol. Bu da 4 manat 95 qəpik. Özümü itirdim yola. Sən o birisiləri də gətir, bunun o birisiləri. Yanına da 2 dənə belə bir qab götürdük. Bunun biri 2.60'dı. Yana qoymaqda, yəni pendir falan qoymaqda. 2 dənə bunu götürdük. 2 dənə biraz balacasının qiyməti də var burada. 1.65 belə, bu da fermandır, çox qəşəngdir. Bunları da ümumiyyətlə qoyaq belə üst-üstə. Belə kasa götürdük. Bunun da biri 1 manat 64 qəpik. Biz bunları ayrı-ayrı almışıq. Sadəcə uyğunlaşdırdıq. Biraz balaca olan ölçüdə 6 dənə beləsini götürdük. İndi bunlarla dəst formada göstərəcəm. Kasa götürdük 6 dənə. Bunun birini deyim sizə qiyməti. 1 manat 30 qəpik. 30 qəpik bu ölçüdür. Kasası 2 manat 10 qəpik. Bir də belə böyüyü var. Bunun qiyməti 1 manat 70 qəpik. Deməli bu belə dəstləşdirdik ki, süfrəyə qolum düşürük. Belə. Bir də onu qoy. Ay, sağ ol. Biz bunu belə elədik ki, yəni uyğun olsun. 6 dənə bundan, 6 dənə biraz balaca, 6 dənə də böyüyü. 2 dənə pendir qabı. Bunu da yəqin sosa falan da düzdür. Bir də balaca belə formada. Belə. Çox qəşəngdir. Xeyirli olsun bacı. Çox sağ ol. 1 manatlıq mağazaya girdik. Bunlar normalda başqa mağazalarda bahadır. Amma orada 1 manat idi. Bundan götürdük. Baxın, paltarları yığmaq üçün. Bu da çox qəşəngdir. Bundan var idi məndə. Soyucu üçün. Dəniz bu soyucu üçündür. Əti zadı qoyub qəşəng ya da nə meyvə zad. Belə 2 dənə çaşqa balaca. Bu da bunlardan aldıq disklər. 5 dənə. 7 dənə almışdım. 3, 4, 5. Bir dənə çay üçün. O çox yarayır. Bir dənə süzgəc. Bir dənə də bankası. Yenə sadə bakal. Bunları biz günlük üçün almışıq.
Super koy. Bunların biri 1 manat. Üstünü yapışdırıb bilmirəm. Necə yazıb bu qız necə yığ qopartsın qaynar suyla. Neysə qoy. Bunlar günlük işlətməyə. Birdən görsən ki, qoymadı getsin evə. Birdən görsən ki, İsmail dərsin eləmi. Gizli yazıram bir qara ki, bəs. Gözəl dənizimiz bizə tiramisu hazırlayır. Baldızımın qızı. Buradakı kakaolu sudur. Bu tiramisu peçenyası. Neyse yığaq, ən sonda axırda çəkərəm yenə. Son proses. Qorxma, qorxma, doldur, o dolu olur. Ay, sağ ol. Ay, sağ ol. Əla, oy, son moment. Qorxma, qıraqlarını siləcəm. Hər tərəfinə doldur. Əla. Soyuducuya gedirsən.